hakimiyyətini həm idarə edənlərə, həm bu idarə edənlərin vəzir vəkilinə, mütəxəssislərinə, ekspertlərinə, analitiklərinə mən deyirəm ki, bunu siz nə cür təsəvvür edirsiniz? Elə 10 illərlə siz pullar toplayacaqsınız, sərvət toplayacaqsınız, istədiyiniz kimi yaşayacaqsınız. Ancaq xalqın əksəriyyəti kasıblıqdan, imkansızlıqdan, ərzağın keyfiyyətsizliyindən, dərmanın keyfiyyətsizliyindən, işsizlikdən, maaşsızlıqdan, pensiyaların aşağı olmasından əziyyət çəkəcək, zülm çəkəcək. Bu nə vaxta qədər belə davam edə bilər? Başa düşmürsünüz ki, bu prosesin də bir sonu var. Başa düşmürsünüz ki, bu məsələ hansı şəkildə həllini tapmalıdır. Və bunun ən qısa yolu, ən düzgün yolu hakimiyyətin düzgün qərarlar qəbul etməsidir. Və mən bilmirəm, kənardan bəlkə kimsə mənə sadəlövhlükdə qınaya bilər. Ancaq mən hesab edirəm ki, əgər Qarabağın işğaldan azad edilməsi üçün düzgün qərarları tapa bilirdinizsə, bunun üçün milli həmrəyliyə, milli birliyə ehtiyac olduğunu dərk edib, bu istiqamətdə müəyyən addımlar ata bilirdinizsə, indi mənim dediklərimi də başa düşmək zorundasınız. Mənim dediklərimin də Azərbaycan üçün həddən artıq önəmli olduğunu dərk eləməlisiniz. Özdə bunu təkcə mən demirəm ki, bunu Azərbaycanı düşünən bütün insanlar deyir, ictimai siyasi xadimlər deyir, partiyalar deyir, jurnalistlər deyir, söhbət vicdanlı, məsuliyyətli jurnalistlərdən gedir, vətəndaş cəmiyyət nümayəndələrindən gedir. Ziyalılar ya deyirlər, ya da deməsələr də heç olursa düşünürlər, bilirlər ki, imkanları olanda bizim kimi insanlara da həmişə deyirlər ki, biz də sizin kimi düşünürük, ancaq deyə bilmirik bunları. Yəni, bunları hakimiyyət dərk eləməlidir. Bu istiqamətdə ən qısa müddətdə addımlar atılmalıdır. Ölkəni dərin böhrandan xilas eləmək lazımdır. Bugünün uğurlarına aldanmaq lazım deyil. Heç bir uğur əbədi qələbə deyil. Düzgün addımlar ömür boyu davam eləməlidir, hər zaman davam eləməlidir. Bir dövlətin biz inkişafını istəyiriksə, xalqın xoşbəxtliyini istəyiriksə, bunun üçün düzgün qərarlar daimi şəkildə davam eləməlidir. Və bunun da yolu, burada Amerika kəşf eləməyə ehtiyac yoxdur. Bunun yolu insan haqlarıdır, azadlıqlardır, bərabərlikdir. Bunun üçün ciddi, köklü islahatlara ehtiyac var. Bunun üçün iqtisadi və siyasi azadlıqlara ehtiyac var. Siyasi məhbusların azad edilməsinə ehtiyac var. Siyasi fəallığa, söz azadlığına, media azadlığına gerçək şərait yaratmağa ehtiyac var. Bütün problemlərin həlli yolu buradadır. Bugünkü gərginlikdə, bugünkü hakimiyyətin də bəzən çox qəzəbli olmasını gizlədə bilməyən də hakimiyyət nümayəndələri çıxış yolu sərtliyi artırmaqda deyil, həbsxanaları doldurmaqda deyil, daha çox adamı həbs etməkdə deyil. Çıxış yolu cəmiyyəti qorxutmaqda, susturmaqda deyil. Çıxış yolu dediyim istiqamətlərdə konkret addımlar atmaqdır və bunu da biz dəfələrlə demişik, yenə də bugün çox olun ki, müəyyən imkan yaratdınız ki, bəzi fikirlərimizi səsləndirə bildik. Təşəkkür edirəm.